Fevralın 22-sində tələbə hazırlıq kursu tərəfindən təşkil olunan motivasiya görüşü yadda qalan anlarla müşayiət olunub. Kursun fəaliyyət göstərdiyi Bərdə rayonunda baş tutan tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin tamaşaçılar zalında keçirilib. 400 nəfərlik salda müşahidə olunan izdiham tədbirə olan marağın göstəricisi olub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca kursun rəhbəri Rafael Məmmədov çıxış edərək, son illər ərzində əldə olunan uğurlardan söhbət açıb, şagirdlərin imtahan nəticələrində qazandıqları yüksək nailiyyətləri diqqətə çatdırıb. O, kursun inkişafının davamlı xarakter daşıdığını vurğulayaraq, komanda heyətinə və şagirdlərə hədəflərə doğru inamla irəliləməyi arzulayıb. Daha sonra təhsilin qabaqcıl müəllimləri çıxış edərək, kursun fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, kurs qısa müddət ərzində rayonda özünə məxsus tədris mühiti formalaşdıraraq, uğurlu nəticələr əldə edib və şagirdlərin ali məktəblərə qəbul göstəricilərində ciddi artım müşahidə olunub. Rəsmi hissədən sonra şagirdlər üçün əyləncəli proqram təşkil edilib. Pandaların və təlxəyin səhnəyə çıxışı uşaqlarda bayram əhval-ruhiyyəsi yaradıb. DJ-yin səsləndirdiyi şən musiqilər zalda coşqu yaradıb. Şagirdlər səhnəyə axışaraq, rəqs edib, doyunca əyləniblər. Şou proqramdan sonra Landau nəşriyyatının direktoru Orxan Bəyov səhnəyə dəvət olunub. O, şagirdlərlə maraqlı diskussiya aparıb, onların suallarını cavablandırıb və uğura aparan yol barədə fikirlərini bölüşüb. Tədbirin sonunda sınaq imtahanlarında yüksək bal toplayan şagirdlər fəxri fərman və medallarla təltif olunublar. Bu anlar zalda böyük alqışlarla qarşılanıb. Motivasiya görüşü xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. Tədbir həm maarifləndirici, həm də əyləncəli proqramı ilə şagirdlər üçün unudulmaz günə çevrilib və onların gələcək uğurlarına əlavə stimul verib. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.